Salamlar, vaxtınız xeyir olsun əziz futbol sevərlər. FA Cup turnirindən əlbinizi xoş gördük. İkinci turun qapanış qarşıdurmasında, günün qapanış qarşıdurmasında Nişantaşı və Binəqədi komandaları qarşılaşır. Hər iki komandaya da uğurlar arzulayırıq. Bol qollu, haqq ədalətli, gözəl bir maç istədiyi hər iki komandaya da. Sizlər indi komandaların heyətləri tanış etməyə düşünürdüm ki, imkan vermədi. Heyətləri təqdim etməyimə imkan vermədi. Nişantaşı komandasının 44 nömrəsi Həmid fərqləndi. 1-0 hesab açılır. Sizlər indi komandaların heyətləri ilə tanış edim. Nişantaşı komandasının heyətləri verdi. Qapıda Akşin 13, Ramin 2, Nurlan 44. Həmid komandanın kapitanı, daha doğrusu vara baxılacaq. Nə baş verir? Vara baxılacaq. Vara baxıldıqdan sonra penalti yox, cərimə zərbəsi təyin olundu. Xəttdən kənarda olduğu üçün potensial penalti üçün vara baxılmışdı, cərimə zərbəsi təyin olundu. Sizləri artıq Nişantaşı komandası icazə versə heyətlərlə tanış edim. Qapıda Akşin 13, Ramin 2, Nurhan 44, iç qol müəllifi, tək qol müəllifi Həmid 18, Xəyal 4, Sənan 57, komandanın kapitanı Şəhriyar 9, Məhəmməd. Binəqədi komandasının heyətləri belədir qapıda. Heydər 9, Məsum 39, Nəsir top tordadır. Top tordadır bu dəfə Binəqədi komandası. İmkan vermədi adlarını təqdim etməyə ki, hesabı bərabərləşdirdilər. Elcan hesabı bərabərləşdirdi. 1-1. Qapıda Heydər 9, Məsum 39, Nəsir 79, Kənan 7, Elcan, Bəşir və Mehdi. Artıq bol qollu ümidimiz gerçəkləşib. Artıq hesab 1-1-dir oyunun ilk əvvəllərindən. Binəqədi komandası adlarını təqdim etdiyim zaman qol vurdular. Nişantaşı komandasının adlarını təqdim etdiyim zaman onlar qol vurdular. İmkan vermədilər oyunda. Adlarını təqdim etməyə, oyuncuları anons etməyə imkan vermədilər. İki komanda da birər qolla oyunda yaxda qalıblar. Otomatik alınmadı. Xəyal topa çatdırdı özünü. Xəyal yədəməyə çalışır, qarşısı kəsildi. Elcan tərəfindən Bəşir yoxsurmaya alınmadı. Həmid yerdə qaldı və Həmidə qarşı qayda pozuldu. Cərimə zərbəsi dərhal yerinə yetirildi. Nurhan Bəşir var qarşısında. Topu qaldı onunla Bəşir. Elcan sıqamat ötürmə son anda müdafiədə. Ramin yaxşı təsir bağışladı. Kənan döndü geriyə. Qapısı Heydər oynamışdı. Sağ cinatda. Ötürmə gəldi. İləriyə doğru ötürmə. Bəşir. Ara ötürməsi. Kənan zərbə indirməyə imkan vermədi. Nurhan müdafiədə. Yaxşı oynadı. Sağ cinatda ötürmə. Xəyal zərbəsi indirdi. Qapı dirəyi. Qapı dirəyi qoluma nə olur? Nişantaşı komandasının yenidən hesabda irəyə çıxmasına dirək mal oldu. Elcan Kənan oynadı. Elcan yenidən Kənan. Yeri ötürmə. Sağdan ötürmə gəldi. Önü açılır. Zərbə indirəcəkmə ötürməsini etdi və zərbə gəlir. Qol da gəlir. 2-1 olur hesab. Elcan da qol müəllifi özünün də komandasının ikinci qoluna imza atdı. Dubl edir bu qolla.
Təzyiq bəhrəsini verdi Həmid. Həmid zərbəsi indirdi. Son anda gözəl reaksiya göstərdi qapıda. Heydər və korner. Korner yetirildi. Qapı zərbə gəldi. Blok gəldi bu zərbəyə. Nəsir blok qoymuşdu. Bu qarşısına ötürmək kesmədi. Kənan topu qazandı. Kənan sürətlə keçdi mərkəzi. Özü zərbəsini indirir. Top çərçivədən yan keçdi. Son toxunuş var. Müdafiəçilərdən korner. Korner yetirir. Qapı qarşısına ötürmək yerdə qaldı burada və hakimin qərarı nədir? Hakimin qərarı nədir? Hakim davam deyir. Kənan zərbəsini indir və gol! Kənan! Qüvvətli zərbə ilə topu Tora göndərir. 3-1 olur hesab bu qolla. Arda qollar. Arda qollar izləyirik Binəqədi komandasından. Uzun ötürmə. Məsum. Mümkün olmadı. Kənan topu uzaqlaşdırdı. Arkaya Akçı. Arkaya. İndi out yeni yetirildi. Heydərdən uzun ötürmə Ezan istiqamətinə müdafiədə qarşılandı. Təzyiq bəhrəsini verdi. Xəyal sağcatını irəliyir. Xəyal. Kənan kəsdi qarşısına. Korner. Həmid Altu yeni yetirdi. Korner yetirdi. Düzsəm Kənan topu qarşıladı. Sağcatını ötürməyə Bəşir. Sağdan atı sonu kesməyə çalışdı. Nuran gəldi. Komanda yoldaşını sol ortaladı. Altın yeni yetirildi Kənan. Nəsir. Yenidən Nəsir topladı. Topu Allah Nəsirdən. Sağcı ötürmə Xəyal zərbəsi indirdi. Qalkiper dəf etdi bu zərbəni. Top qeydə ikənmədə topa sahib olmağı bacardı. Solcun ötürmə Bəşir istiqamətinə Bəşir. Son anda Nuran müdafiədə inamlı oynadı. Bəşir Altu yeni yetirdi. Kənan istiqaməti ötürmə düşündü. Kesmədi. Xəyal qazanmışdı yenidən. Xəyal istiqaməti ötürmə. Kənan imkan vermir topun Xəyal satılmasına. Bəşir sol zanaqda Elcan oynadı. Elcan döndü geriyə. Kənan topu özü çatdırdı Nəsir. Qapı qarşı ötürmə. Zərbə imkan vermədi. Müdafiəçilər out. Out yeni yetirildi. Qapı qarşı ötürmə. Qalkiper və korner. Korner yeni yetirildi. Məsum. Məsum zərbəsi indir və gol! Dördüncü qolu gəldi. Binəqədi komandasının. Məsum fərqlənir. Mərkəzdən top oyuna daxil edildi. Həmid topladı. Həmid sağ zahda Xəyal oynadı. İmkan vermədi Elcan Xəyalın irəliləməsinə. Out yeni yetirildi. Yenidən out. Nişantaşı komandası out'u yeni yetirdi Xəyal. Həmid oynadı. Həmid zərbəsi indirir. Elcandan blok gəldi və hakim cərimə zərbəsi təyin etdi. Fit səsləndi. Xəyal gəldi. Zərbəsi indir və gol! Bu da
Nişantaşı komandasının qolu. Xəyal hesab fərqini 2 topa endirir. Ümidləndirir bu qolla komandasını. Zərbə zərbəsindən dəqiq zərbə ilə Can Sətsi də yardı və topu çora qovuşdurdu. Xəyaldan təzyiq var. Yok. Uzun ötürmə. Qarşılandılar müdafiətə. Elcan Kənan oynadı. Uzun məsafədən zərbə indirilir. Nəsri tərəfindən bu zərbə dəqiq alınmadı. Mehmet Gil oynar. Rami söyle. Rami söyle sana müdafiye. Bak Erzurum. Həmid topladı, Həmid. Zərbəsini indirir, son anda qalkiper. Dəf eləməyi bacardı, bu zərbəni korner yerinə yetirilir. Həmid qapı qarşısına ötürmə, qapısı topu uzalaşdırdı. Və təhlükəli oyun təyin oldu. Məsum Bəşir Kənan oynadı. Bəşir irəliyə Elcan sıqamata ötürməyə Elcan. Soldan ötürməyə Məsum ləbəsi indirir. Top qapının üzərindən meydana tərk etdi. Bu epizoddan əli boş qayıtdı. Binəqədi komandası qapıdan zərbə ilə Akşin top oynadı, daxil edir. Həmidlə oynadı. Həmid Nəsir var qarşısında, Həmid. Türməsi çatmadı ünvana. Və burada Nəsirə qarşı qayda pozuldu Həmid tərəfindən. Hakimov səsləndi, cərimə zərbəsi yerinə yetirəcək. Binəqədi komandası. Və yenə təhlükəli oyun. Yeni sərbə yeni yetirir Binəqədi komandası. Ötürmədə səhvi o verildi. Out. İləyə doğru ötürmə. Həmid çəkdi solun yerdə qaldı və Həmidə qarşı qayda pozuldu. O iki zədələn çox çox var. Mənim o iki zədələnməməlidir. Arkaya geç. Tahta çok çıkmışsan. Arkanı düşün sana. Sana arkanı düşün. Hakimov fiti gözləyir, Xəyal topun arxasındadır. Bu da ondan öncə sağ azaqdan fərqlənmişdi zərmə zərbəsindən. Yenə zərmə zərbəsini yetirdi bu dəfə. Can Səhti kesə bilmədi. 2 dəfə presikə getməsin. Top Məhəmməddən meydanı tərk etdi. Qapıdan zərbə atı topuna daxil edilib. Yenidən qapıdan zərbə. Heydər qapıdan zərbə ilə topuna daxil etdi. Kənan divar patlaşması düşündülər. Top içi gəldi. Top qapısı. Heydərdə qaldı. Uzun ötürməsi olcuna Kənan istiqamətinə. Kənan. Nuran var qarşısında Kənanın. Nuran Həmidlə oynadı. Həmid. Yerdə qaldı və Həmidə qarşı qayda pozuldu. Ben olmaz. Kartı yok. Bir de ben o içimi yıkacağız benden içimi. Pis səsləndi zərbə, yeni yetiri dərmə zərbəsi. Top səhsifədən yan keçdi. Buradan zərbə ilə top oyuna daxil edildi. Uzun ötürməyə Nuran, top Nuran zərbəsi edir və gol! Nuran uzaq məsafədən gözəl zərbə ilə topu 9-luğa göndərir. 4-3 hesabı bu qolla.
Hesab fərqi bir topa inir. Mərkəzdən Haşimov 17-dən hərəkətli qazandı. Birebir bağlayın o çare. Allah! Nuran qazanır. Nuran sağ zəx oynur. Xəyal zərbəsi indir və gol! Gol! Xəyal! 4-4 edir hesabı bu golla Xəyal. Bir anda art-arda Nişantaşı komandasının gollarını izlədik. Bombardıman edir sanki. Rəqibinin qapısına. Yok. Kapitan zərbə ilə İdər top oyuna daxil etdi. Nəsir. Məsum oynadı. Məsum keçdi rəqibinin yenidən Nəsir. Nəsir yerdə qaldı özü. Top ayağı ilişdi. İdərə doğru ötürmə. Kenan. Out. Məsum out'u yetirdi. Kenan oynadı. Kenan. Yerə ötürməsi kesmədi. Sanan qarşıladı müdafiədə. Top yenidən Binəqədi komandasında da uzun ötürmə. Məsum. Soldan Kenan sıqamı ötürmə. Top meydanda qalır Kenan. Qapısı İdər oynadı. Edzan sıqı ötürmə. Edzan zərbəsi indirir və gol! Bu da Binəqədi komandasının növbəti qolu. Yenidən hesabda irəlidədir. Binəqədi komandası bu qolla yenidən hesabda irəlidədir. 5-4. Həmid Əli sağdan ötürməsi zərbə gəlir. Qolkiper dəf etdi bu zərbəni. Nəsir. 10. Top oynadı. Top Həmiddə qapı qarşı ötürmə. Zərbə gəlir və gol! Və gol! Yenidən hesab bərabərləşir. Yenidən hesab bərabərləşdi. 5-5. 5-5 olur hesab. Time-out götürdü. Binəqədi komandası time-outdan sonra yenidən görüşmə ümidi ilə əldə edirəm. Time-outdan sonra 17 hərəkətli qazanır mərkəzdən. Binəqədi komandası top oyuna daxil etdi. Açıq qız aşıda. Elcan. Durma ikiniz bir yerdə. Mehdi topladı. Döndü qapısına Eydər. Ehtiyat yoxdur Amir. Təzyibəsi verdi. Zərbə gəlir və gol! Və gol! Hesabda yenidən irəlidədir. Hesabda irəlidədir. İlk dəfə Mastan Nişantaşı komandası. Məhəmməd fərqləndi. Ara ötürməsi çatmadı ünvana. Xəyal topladı. Xəyal ara ötürməsi. Kesmədi. Kenan. Kenan keçdi rəqibini. Kenan yerdə qaldı və Kenana qarşı qayda pozuldu. Belə yerdən çəkərək, maraqlı işlərə çəkərək. Bunlar sizə ancaq kontratak istəyir. Pis səsləndi. Cəmət arası yentirilir. Blok gəldi bu zərbəyə. Altı yentirildi. Geriyə ötürmə Mehdi. Tümüsü kesmədi, out. Son toxunuş Nişantaşı komandasından da altı yentirildi artıq. Sol zanada Nəsir topladı. Məsum qapı qarşı ötürmə. Qapı 9 zərbə gəldi Mehdidən. Top çərçivənin üzərindən meydana tərk etdi. Akşin qapıdan zərbə ilə topuna daxildə uzun ötürmə. Top qolkiperə qədər gəlib çatdı. Eydər Kenan oynadı. Nəsir sağ ağzına ötürmə. Məsumun qarşısı kəsildi. Mehdi Kenan oynayır sol tarafta. Kenan ötürməsi kesmədi.
Həmiddə qaldı top, Həmid. Çəkdi sağına, yerdə qaldı və Həmidə qarşı qayda pozuldu. Yox, abi, ştraf elə, bırak onu, senin ayaqladır. Neçə ştraf oldu? 6 tane oldu da penaltı oldu. Davay, davay Xəyal, davay Xəyal. 6-cı faul olduğu üçün 10 metrlik zərbə təyin olunur. Binəqədi komandasının qapısına. Sen o için ağzını şöyle ştraf. Zədələnməli deyil. Mən dedim sizə, Qurban səni, mən sizə dedim, yox, bir də deyil, onun üçün ayıqladı, mənim işçimdir. Zədələndi, mən sabahında işimi oynayacaq, mən işləyəcəm o yerdə, direktor olaraq. Fürsət səndi, Xəyal zərbəsi, qalkiper. Dəf etdi bu zərbəni. Xəyal, düşmə Ruhdan, Ruhdan düşmə! Heydər bu seyfi ilə komandasını Daşıda, daşıda! bir qədər ruhlandıracaq mənim fikrimcə. Arka, ver, ver ona, ver ona, ver ona. Alt Nişantaşı komandasının da. Bakçın diyor, bakçın diyor. Bak ver bakasın olursa, bakçın diyor. Ecan sağdan oynadı. Bu meydanda kalmadı. Püduqu zərbə gəlir. Son toxunuş müdafiəçilərdəndir. Korner. Qapı qarşısına ötürmə. Son anda Əmid qarşıladı müdafiədə. Əmid sürətlə komandası üzümə çıxarmaq çalışır. Əks üzümə çıxırlar. Sağca ötürmə. Xəyal. Zərbəsi edilir. Xəyal və gol. Xəyaldan növbəti gol gəldi. Növbəti gol gəldi Xəyaldan. 7-5 oldu hesab bu golla. Mərkəzdən top oyuna daxil edildi Binəqədi komandasında yenicən. İlk hissədə artıq 12 gol izləmişik. Qola toyduq deyə bilərik. İlk hissədə. Amma bu gözəl oyundan heç cür toymaq olmuş. Zəmmə dəvəsi alt yeni düz sürəm indi. Kənan topladı. Kənan 3-1 gəliblər indi. Dərbə gəldi. Blok gəldi. Nurandan. Qazandı yenidən Nişantaşı komandası Əmid. Əmid yerdə qaldı və Əmidə qarşı qayda pozuldu. Hamısıyla savaşacağım ben bu abi. Beyazlarla. Ben onu oynayamlara. Benim onu çıksa da varsa, orada ben onu tutamam. Benim onu çıksa da varsa, benim kanalımda onu çıkarmayacağım lazım. Hepsi bir tak savaşacağım. Püduqu zərbə gəlir. Top qapının üzərindən meydanı tərk etdi. Soldan ötürmə. Kənan. Sağdan ötürmə gəldi. Püduqu zərbə gəlir. Top çərçivədən yan keçdi. İlerləmək mümkün olmadı. Kənan ilə Ədavat meyzə istiqamətinə müdafiədən Nuran qarşıladı. Həmid. Top indi Kənanda qalır. Kənan. Çəkdi sağına. Yerdə qaldı Kənan və Kənana qarşı qayda pozulub.
Pit səsləndi indi. Kənan gəlir. Zərbəsini indirdi Kənan. Top qapının üzərindən meydana tərk etdi. Xəyal. Kənan imkan vermədi Xəyanın irəliləməsinə. Qapıdan zərbə olacaq. Qapıdan zərbə Akşin Robaya daxil etdi. Cərimə zərbəsi təyin etdi. Kimdir? Nişantaşı komandası cərimə zərbəsi yerinə yetirəcək. Pit səsləndi. Nuran gəlir zərbəsi indirir. Qalkiper. Təkrar zərbə. Top dirəkdən qayıdır. Dirək qolamalını oldu. Nuran. Və Hakimin də piti səsləndi. İlk hissə başa çatır. İlk hissə 7-5 üstünlüylə başa çatdı. Nişantaşı komandasının ikinci hissədə yenidən görüşmək ümidi ilə. Hələlik deyirəm. İkinci hissədən təkrardan ümidi xoş gedir futbol sevərlər. İlk hissə Nişantaşı komandasının 7-5 üstünlüylə başa çatmışdı. İkinci hissədə yenidən iki komandaya uğurlar arzulayırıq. Buna görə biz ikinci hissədə necə bir qarşıdurma gözləyir. Mehdi. Top dişi gəldi Mehdidən. Topu qazandılar. Xəyal. Salcaq meyil etdi Xəyal. Çəkdi soluna Xəyal. İndi qarşısında sol üçün ötürmə etdi. Məhəmməd irəliyə bilmədi. Məsum kəsdi qarşısını. Out. Kənan altın yetirir uzun ötürmə. Nuran qarşıladı müdafiədə. İlerləmək mümkün olmadı. Ötürmə, qapı 9 zərbə gəlir. Qalkiper təkrar zərbə. Bu zərbə təsirən üzərindən meydana tərk etdi. İkinci hissədə ilk təhlükəli epizod. Binəqədi komandasından gəldi, amma Qalkiper dəf eləməyi bacardı bu zərbəni. Out. Məsum altdan topuna daxil etdi. Mehdi. Kənan oynadı. Solsan ötürmə. Yenidən Mehdi. Nəsi istiqamətini ötürmə. Amma Nəsi topu ram edə bilmədi. Top meydana tərk etdi. Qapıdan zərbə ilə topuna daxil edildi. Kənan Məsum oynayır sağ uzaqda. Ayağına bir xeyli irəli bıraxdı. Bu da top dişinə səbəb oldu. Məhəmməd. Nuran topladı. Nuran sol uzaq oynadı. Sana ötürməsi kesmədi. Out. Uzun ötürmə. Kənan qarşıladı müdafiədə. Kənan. İndi komandasının hücuma çıxarmağa çalışır Kənan. Bir oyuncuları kəsir. Kənan altıya getirdi. Mehdi yenidən Kənan. Sağ uzaqda Məsum topladı. Yeriyə ötürmə. Ortada gəzirsiniz. Boşda ortada gəzirsiniz. Oyuncuları anlaşılmazlıq yaşanan top tikisi gəldi. Binəqədi komandasında, amma top yenidən Binəqədi komandasındadır. Dedim, onda bu uzun ötürmədə dəqiq alınmadı. Top qapçı Akşində qalır. Akşin Nuran oynadı. Nuran uzun ötürməyə qarşılandı müdafiədə. Bırakma, əla. Əla. İkiniz yan baxmayın. Birinci bu, birincisi. Qapçı Eydərdə qalır top indi Eydər. Yanında Kənan oynadı. Məsum. Soldan ötürmə. Kənan istiqamət ötürmə gəldi. Üstə Məsum. Ondan zərbəsi indirdi. Qalkiper. Dəfə təkrar zərbə. Top direyə deyil meydanı tərk etdi. Bravo. Zərbə ilə topuna daxil edildi. Qarşılandı müdafiədə. Nuran qarşılayır. Elzan da qalır top. Elzan. Türməsi çatmadı ünvana. Top uzaqlaşdırıldı. Müdafiədə Bəşir qarşıladı. Bəşir topu oyunda saxlaya bilmədi. Out.
Nişantaşı komandası outdan. Top oyuna daxil etdi. Xeyal topladı. Xeyal. Sanan oynadı. Out. Out yetirildi. Kenan. Yavaş al. Keçdi rəqibini. Sağdan meyil edir. Qapıdan zərbə gol! Kenan. Qüvvətli zərbə ilə topu tora qovuşdurur. 7-6 oldu hesab bu golla. Sen beni eləməyini topluydu. Sen o açığa bıraktın. Onu açığa bıraktın. Bırakmal değil. Bırakmal değil. Bırakmal değil. Vur özünü qabağa. Ama enerji eləmə. Nişantaşı komandası bu dəfə mərkəzdən top oyuna daxil etdi. Həmid topladı. Və burada qayda pozuldu. Faul. Ezan qaydanı pozdu Həmidə qarşı. Alanı götür. Çok yakındasın. Qaqa, alanı götür. Uzun ötürməyə müdafiədə Kənan qarşıladı. Nurhan ötürməsi kesmədi. Məsum qazandı. Məsum son qapıda o zərbə və gol! Elcan hesabı bərabərləşdirdi. Bir anda ikinci hissədə ilk 5 dəqiqəsində hesabı bərabərləşdirir. Binəqədi komandası 7-7 oldu hesab. Müdafiə. Səna müdafiə. Zərbə dərbəsi yeni yetirildi. Həmin istiqamət ötürmə Həmid keçdi qapısı dərbəsi indirdi və gol! Bu da Nişantaşı golunun Nişantaşı komandasının cavabı. Yenidən hesabda irəlidədirlər. 8-7. Gələcəyin çəkişmələr ezan dolu bir mübarizə izləyirik. Bir an olsun heç bir komanda oyundan qopmuş. Nişantaşı komandası da geriyə düşdü bu maçda. 3 top geriyə düşdülər. Hesabı bərabərləşdirməyi bacardılar, irəli də keçdilər. Binəqədi komandası da hesabda geriyə düşdü 2 topla. Onlar da özünü çatdırdılar. Hər iki komanda da təslim olmuş. Baxaq görə sonda kimin biləyi büküləcək? Oy! Gözəl paslaşmalarla topu tora qovuşdurdular. Top tordadır. Binəqədi komandasının bərabərliyi qolu gəldi. Məsum idi fərqlənən. Komandasının bərabərliyi qoluna imza atdı. Sağdan ötürmə. Qapı 9 zərbə gəldi. Blok gəldi bu zərbəyə. Korner. Korner yeni yetirildi. Kenan qarşı qayda pozuldu bu epizodda. Birinci oyunda sonra təhlil bağladı. Heydərdən uzun ötürmə. Top Sənanın nəzarətində meydanı tərk etdi. Sənan altı yeni yetirir. Məhəmməd ötürməsi dəqiq alınmadı. Kənarda qalır top. Kənar sağdan oynadı Ezan. Nəsir Bəşir oynadı. Bəşir baxır qapıya. Qüvvətli zərbə Dalgibər. Təkrar zərbə və top tordadır. Top tordadır hesabda. Bu dəfə Binəqədi komandası ilə çıxır. Nəsir fərqləndi. 9-8 oldu hesab. Zərbə ilə mərkəzdən özündən top oyuna daxil edildi. Həmin istiqamətini ötürmə. Bəşir topu qazanmağa çalışır. Həmid topu qazandı yenidən Həmid. Ötürməsi Xəyalın zərbəsinə blok gəldi. Elcan soldan oynayır Nəsir. Mərkəzə məyyətdir zərbəsi indirdi. Son anda Akşin və korner. Nəsir korneri yetirdi. Qapıya 9 zərbə gəldi. Bu zərbə çərçivədən aralı keçdi.
Korner yenitildi. Kenan. Tüməsana kəsdi qarşısına. Həmid. Yerdə qaldı Həmid və Həmidə qarşı qayda pozuldu. 5, 6. Nuran. Bir səsləndi. Xəyal zərbəsini dürdü. Üzərimə zərbəsindən. Az fərqlə top. Qapının yanından meydanı tərk etdi. Qapıdan zərbə ilə topunu daxil edildi və top meydanı tərk edir. Out. Nişantaşı komandasının da. 6 yeni yetirildi. Həmid son anda Məsumun qarşısını kəsdi. 6 yeni yetirildi. Qapıdan zərbə olacaq. Aşağı qulaq as, aşağı qulaq asın, out. Topu qazandı Nəsir. Keçə bilmədi. Sağına santrdan qazandı. Topu komandasına qazandı topu. 6 yeni yetirildi. Son anda müdafiədə Bəşir. Topu uzaqlaşdırdı. Top qapısı Akşinə qədər gəlib çatdı. Həmid oynadı Akşin. O qapısının nəzarətində meydanı tərk etdi. Qapıdan zərbə ilə top oyuna daxil edildi. Uzun ötürmə. Soldan Heyecan istiqaməsinə Heyecan. Out. Out yeni yetirildi. Kenan. Tək toxunuşu ötürmələr. Top tiksi gəldi amma topu yenidən qazandı. Binəqədə komandası. Ötürmə keçmədi. Qapı Seydərdə qalır indi. Heydərdən uzun ötürmə Heyecan istiqamətinə Heyecan. Sanan var qarşısında Heyecan irəliməyə çalışır. Sanan imkan vermədi. Nuran irəli ötürmə keçmədi. Out. Time out götürüldü. Nişantaşı komandasının time out götürdü. Time outdan sonra yenidən görüşmək ümidi ilə hələl idi. Time outdan sonra 17-dən hərəkətliyi qazanır outdan. Topuna daxil etdi. Top qapısı Heydərə qədər gəlib çatdı. Heydər sağcına oynadı. Məsum təkdi soluna. Ötürməsini yaxşı etdi. Heyecan. Qapı qarşısı ötürmə gəldi. Məsumun zərbəsi. Dəqiq alınmadı. Qapıdan zərbə ilə Akşin. Uzun ötürmə etdi. Kenan qarşıladı müdafiədə. Məsum ötürməsi keçmədi. Out. Binəqəli komandasının da. Out yeni yetirildi. Xəyal sağ uzaqdan sürətlə komandası ütümə sıxarır. Xəyal qarşısında Kenan və ötürməsini etdi. Qapıya 9 zərbə gəldi Şəhriyardan. Blok gəldi. Qapıdan zərbə olacaq. Qapıdan zərbə ilə topuna daxil edildi. Heyecan topu altı önünə Heyecan. Qapı aşırma zərbəsi. Top. Qapının yanından meydandan çıxdı. Qapıdan zərbə ilə topuna daxil edir. Uzun ötürmə. Şəhriyarın önündə qaldı top. Kenan dalaşladı. Qapı 9 zərbə gəldi. Blok gəldi bu zərbəyə. Əksuma sıxır indi. Binəqəli komandası ötürmə gəldi. Qapı 9 zərbə. Son anda Akşin. Komandasını %100 qoldan xilas edir. Ötürmə qapı qarşı zərbə və gol. Bu da Binəqəli komandasının qolu. Ramazov, birebir oynamış, birebir oynamış. 18 oldu hesab bu golla. Amma vara müdaxilə olacaq səhv etmirəmsə. Vara baxıldıqdan sonra qol qərarı təsdiqləndi. Hakim mərkəzi göstərdi. 18 oldu hesab. İki fərqli üstünlüyü var hazırda Binəqəli komandasının.
Boş ortağa gəldi. Sağ ötürmə, Ezan qapı qarşısına ötürmə. Son anda qalkiper. Zərbə gəldi Nəsirdən. Top çərçivədən yan keçdi. Uzun ötürmə, Məsum qarşıladı müdafiədə Nəsir. Qapı dolu zərbə qol! Şəhriyar fərqləndi. Şəhriyarın qolu gəlir. 19 olur hesab bu qola. Yenidən Məni tutqasanmışsınız özü düşdü. hesab fərqi bir topdur. Ayıcı bağla, ayıcı bağla. Terbiyesiz beşi, terbiyesiz. Dəmir dəvəsini yetirildi. Məsum qarşıladı. Bəşirdə top indi. Təzyiq var Bəşirə. Topu qazanan Şəhriyar. İkili mübarizədə top Bəşirdə meydanı tərk etdi. Out. Hərəkətdə top. Yenidən out. Nişantaşı komandasının da. Qapı qarşısına ötürmə. Nəsir qarşıladı müdafiədə. Ezan keçdi o bir onsunu. Qapısını keçməyə çalışdı amma Xişin imkan vermədi. Arxana düşünün. Out yeni yetirildi. Gecikdin! Gecikdin! Arxanı! Yerə doğru ötürmə. Zərbə də gəlir. Son anda Xişin və korner. Geri ötürmə. Kənan qüvvətli zərbə indirir top. Özkomun təkrar zərbə indirir. Xişin. Dəfə eləməyi bacardı bu zərbəni. Nəsirin zərbəsi idi o müdafiəsiyə deyərək kornere yollandı. Məsum korneri yeni yetirdi. Nəsir gəlişinə zərbə indirməyi düşündü amma top ayağına oturmadı. Out. Out yeni yetirildi. Nurhan xəyal oynadı. Həmid Şəhriyar topladı. Geriyə ötürmə Nurhan istiqamətinə Həmid. Və burada Həmidə qarşı qayda pozuldu. Belə olmur, da qaqa. Belə olmur. O zədələnsə mən valideynə cavab verəməyəcəm. 5 zərmə, 5 zərmə. 5 də cərmə. 5 də cərmə. Nuran. Kənan, Nuran. Kənan. Nuran. 5 cərmə penaldır. 5 cərmə penal. 5 Qaqaş. Все, sakitləşin. Hər iki komanda sakitləşin. Все. Nuran. Uşaqlar. Все. Все. Vurmaq lazımdır onu. Mən sənin yazdıqlarını hepsini başa düşürəm. Amerika müzakirəsinə yox. Fit səsləndi Şəhriyar. Var topun arxasında xəyal yaxınlaşır. Zərbəsini indirdi. Qalkiper. Təkrar zərbə. Top qapı üzərindən. Meydanı tərk etdi. Ruhdan düşmə. Ruhdan düşmə. Məsum soldan oynadı. Arxana düşün. Arxana düşün. Yuxud. Out yeni yetirildi Elcan. Arxana. Kənan sağ Məsum oynadı. Ya soldan ötürmə, qapı qarşı ötürmə gəlmə, gol! Bəşir komandasının növbəti qolunun müəllifi oldu. Şəriya. Şöyle. Gir. Məhəmməd. Hesab fərqi yenidən 2 topdur. Davay. 11-9. Şöyle praktika. 20 gol izləmişik bu maçda. Yenə zaşçı da boş oldu sana. Sen neye göre saldın? Hamid gerek yok. Nurhan topladı. Nurhan irəliyə doğru ötürmə. Nurhan zərbəsi indirir bu zərbə çərçivədən aralı keçdi.
Buradan zərbəyə topunu daxil edir. Nuran qarşıladı müdafiədə. Kənan. Topunu saxlaya bilmədi. Out. Nişantaşı komandası out'u yeni yetirdi. Yaxşı Məhəmməd. Nə oldu? Onu mən sabah işlə bilədim ki, məcburi. Dur. Mən onu sabah işlə bilədim. Bəşir topladı. Yerə doğru ötürmə. Aşırma zərbəsi. Son anda Nuran özünü çatdırdı. Topun xətti kesməsinə imkan vermədi. Təzyiq var. Top uzaqlaşdırıldı. Qalxıcı tərəfindən. Məhəmməd irəliyib bilmədi. Top meydanı tərk etdi. Out. Out yeni itirildi. Soldan Ecən Sıqamat ötürmə. Geriyə ötürmə gəldi. Ortada boş gəzirsin. Ortada lazımdır. Boş yox. Nəsir zərbəsi indirdi. Top Ecənə dəyərək meydanı tərk etdi. Qapıdan zərbə olacaq. Oyunçu ilə gəzir. Rəqib komandanın oyunçusu ilə. Ortada yox. Həmid topladı hal-hazırda. Sənan ara ötürməsi kesmədi. Out Nişantaşı komandasının da. Sağ cinahdan mərkəzdə yaxın sırada out yeni yetirdi. Qapı qarşısı ötürmə gəlir. Qapısı topu uzaqlaşdırdı. Koninu göndərdi. Konir yeni yetirdi. Qalkiper. Arxa. Uzaqlaşdırdı. Həmid getdin. Dayanma. Məxsum ayaq saxladı. Geriyə ötürmə etdi. Ortada gəzmir. Kənan son məsafədən zərbə düşündü. Bu zərbəsi qeyri-təqiq alınır. Gəlmə. Öldürmə. Topu öldürmə. Ara ötürməsi top ünvana çatmadı. Aldır. Topu alır indi zərbəsi indirir. Son anda qalkiper out. Xəyal dərhal out'u yeni yetirdi. Xəyal özü zərbəsi indirir. Kənandan blok gəldi. Həmid yerdə yox, Hakimi də yaxşı elədi. Keçdi sondan zərbəsi indirdi. Son anda Eydər komandasını mütləq qoldan xilas edir. Arxa. Nəsir özü zərbəsi indirir və gol! Nəsir uzaq məsafədən dəqiq zərbə ilə qapısına baxışlar arasında topu tora göndərdi. 12-9 oldu hesab bu qolla. Out Nişantaşı komandası out'u yerinə yetirir indi. Asverdə. Kimi kesmədi Bəşir. Kənan oynadı, Nəsir topladı indi. Sol uzun ötürmə, Qapiloğlu zərbə top. Kimin yanından meydandan çıxdı. Topu öldürürsünüz siz. Nə bir uturları. Akşin qapıdan zərbəyə topunu daxil etdi. Həmid. Döndü qapısı Akşin. Çox sağ ol, mənə vurursan. Sağ cinahdan indi out yeni yetirdi. Ver. Ötürmə Həmid. Əksümə sıxır. Nişantaşı komandası yerdə qaldı Həmid və o mesirli zərbə təyin olundu. 6-cı faal olduğu son mesirli zərbə təyin olunur. Nuran. Ay Nuran, səndədir Nuran. Nurandan başqa heç kim vurması penalı. Roman nöqtədən 3 sağ. Nuran səndədir Nuran. Nöqtədən 3 sağ. Nuran. Murat topa qapıya. Hesab fərqini 2 top endirmək üçün fürsət yanı topun arxasında Nuran var. Nuran Eydər doydu sözləri. Nuran zərbəsi endirmə gol! Nuran!
Tələsir, topu götürür mərkəzə. Elə onu elə. Aparır. Elə. 12-10. 2 top oldu fərq bu qolla. Sözünden burada ya. Bismillah oynayın. Məhəmməd. Out. Nişantaşı komandasının da. Koy başla ulan. Yox. Yandız boş. Yandız. Bəşir bir rəqibini keçdi. Bəşir ötürməsini etdi. Qapı qarşısına ötürmə. Son anda Akşin imkan vermədi. Nəsin zərbəsi indir amma bu zərbə dəqiq alınmadı. Dərhalda qapıdan zərbə ilə topu daxil edildi. Xəyal sıqamada ötürmə. Xəyal sol uzaqda. Həmid var. Həmid. Kənan var qarşısında. Məhəmməd qapı 9 zərbə. Son anda edər. Qalkiber dəf eləməyi bazardı bu zərbəni. Bəşir Məhsun oynadı. Məhsun çox gözəl keçdi rəqibini. Sağ boş sağ yok. Nəsir yenidən Məhsun. Nəsir buraxır. Nəsir ötürməsi qapı qarşısına. Son toxunu son zərbə indi gəlir. Son zərbə indi gəlir. Qol da gəlir. Allah. Allah. Nəsir fərqləndi. Ezdi. 13-10 oldu hesab. Git bak 2 dakika bundan qabaq. Hafize baba. Yox, oyna. Hamid oyna. Haşimin də final haftası əsləndi. Maç başa çatır. Səhv etdiniz, səhv mənfi. Binəqədi komandası 13-10 hesabı ilə qələbə qazandı. Təbrik edirik. Binəqədi komandasına üz xal hesablarını yazırdılar. Növbəti oyunlarda iki komandaya doğrular arzulayırıq biz də. Röportajımızı burada yekunlaşdırırıq növbəti oyunlarda. Növbəti maçlarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.